Bura Qardabani şəhərinin Vaxtangisi kəndidir. Məhz bu ərazidə 2 gün əvvəl dəhşətli hadisə baş verib. Avtomobil ilə hərəkətdə olan yeniyetmə Əhməd Süleymanov ölüm təhlükəsindən son anda xilas olub. Axşam saatlarında evə qayıdarkən onun idarə etdiyi avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə hadisənin arxasında kriminal avtoritet Elmuraz Məmmədov dayanır. Aktualca xəbər portalının sorğusuna cavab olaraq yeniyetmənin atası Süleyman Allahverənov da bu məlumatı təsdiqləyib və hadisənin ondan $200.000 məbləğində xərc tələb edilməsi ilə əlaqəli olduğunu bildirib. Süleyman Allahverənov baş verənləri konkret şəkildə danışıb və bildirib ki, ona ilk dəfə 29 oktyabr tarixində xarici nömrədən zəng gəlib və $200.000 tələb edilib. Bu məsələ təxminən nə vaxtdan bəri davam eləyirdi? Bu məsələ oktyabrın 29-undan. Sizdən 200.000 istəyirlərmiş, eləmi? Belə fərq. Bunu zəng eləyən Gürcüstan daxilindən yoxsa xaricdən idimi? Xaricdən, Gürcüstan daxili. Yox, bilməm Allah, harada məsələ başqa bilməm. Kiməm demirdi mi zəng eləyən adam? Mən yürüyən adam Elmurazam deyir, Elmuraz Məmmədov. Pulu hara getdir, demirdi mi onda pulu? Yox, mən pulu verirəm demədim ki, getdir. Aha, sizin özünüz ümumiyyətlə nə biznesindən məşğulsunuz? Fermam var, bilirəm, bazarda işləyir orada. Loda. Aha, aydındır. Bəs polis bununla bağlı hazırda hansı tədbirləri görür? Tutulubdur, 2 nəfər tutulubdur, bilirəm. Qeyd edək ki, 7 noyabr axşam saatlarında baş verən hadisədən qısa müddət sonra 9 noyabr tarixində Daxili İşlər Nazirliyi məsələ ilə bağlı 2 nəfərin saxlanıldığını, daha bir nəfər barəsində isə axtarış elan olunduğunu açıqlayıb. Rəsmi məlumata əsasən Interpol tərəfindən beynəlxalq axtarışda olan kriminal avtoritet Elmuraz Məmmədov qanuni oğrular aləminin adından Qardabanidə yaşayan bir fermerdən $200.000 tələb edib. O fermerə pulu ödəməsi üçün 3 günlük müddət verib və əks halda ailə üzvlərinə qarşı fiziki zorakılıq göstərəcəyi, həmçinin onların həyatına qəsd edəcəyi ilə hədələyib. Müddət başa çatdıqdan sonra isə fermerin ailəsinə məxsus avtomobili idarə edən 16 yaşlı oğlu naməlum şəxslər tərəfindən odlu silahla atəşə tutulub. Polisin verdiyi məlumata görə cinayəti törədən şəxslərin kimliyi müəyyən edilib. Onlar 1994, 2001 və 1985-ci il təvəllüdlü şəxslərdir.